Məscid çəkilişimiz o qədər də istədiyimiz kimi alınmadı. Demək olar ki, Hərbi xidmətdə olub, həm də öz dostlarının dəfnində iştirak edirsən. Təbii ki. Orkestrdə. Orkestr. Və həqiqətən sezonu indi bağlayırıq ha. Ümumiyyətlə Bilmirəm, amma ümumi bir sezon. Əvvəl burada hasar almamışdılar cəhətini. Amma üstə gəl gö, bərabərdir sevgi, o vaxt uşağımız. 2004-06 Can moy Blatnoy şəhər Mənim üçün Radnoy şəhər Novxan saray ətəyində Qartalın göz bəbəyində yerləşən Mennoy şəhər Vagonları beklerken eşyalarınızı götürün. Gəlmişik Sumqayıta, burada bizi qarşılayıb Vüqar qardaşımız, bir də Eliyar qardaşımız, Eliyar maşındadır. Onlarla biz gəzəcəyik, bizi Sumqayıtı gəzdirəcəklər. Ola bilər ki, o Sumqayıt haqqında çalışacağıq ki, ətraflı danışaq, amma məsələ odur ki, biz cavanıq, amma burada böyümüşük, burada yaşamışıq. Bacardığımız qədər çalışacağıq Sumqayıt haqqında məlumat verə bilək. İnşallah gəzintimiz yaxşı olacaq, ümid edirəm. Oturaq gedək. Başlayırıq Sumqayıtı gəzməyə. İndi bizə Eliyargil deyəcəklər ki, biz hara gedirik və gördüyümüz yerə. Getdiyimiz bu yol Dejurnu deyilən bir ərazidir. Dejurnu. Hə, bax bu bina 1956-cı ildə əsası var bu binadır. Orada üstündə də yazılıb Kasım Dejurnu deyəndə bu ərazi Dejurnu kurgu gedir də bura, belə deyək. Buradan düz gedəcəyik. Düz qabaqda 26-cı məhəllə var. 26-lar deyirlər. Bəli. Xəzər bağları deyirlər də. Xəzər bağları 26-cı məhəllə. Bəli, qardaşım. Sağda bizim Sumqayıt tibb mərkəzidir. Bax, bu da bizim məşhur 7 nömrədir. Hə, bir dənə marşrutumuz var da. Hardan verirsən orada gətirir düşürdür. 3 quru qoyursan 1 manat. Gözəl vaxtlarımız keçib orada. Bəli. Bura bizim texniki kollecin yanıdır. Qabaqda Tibb Universiteti var sağda. Bura Tibb Universiteti var sağda. Keç nənə, keç. Üzü gedirik Simurg restoranı. Simurgun qabağındayım deyə bir söz var da bizdə gəl. Simurgun qabağında. Can moy Blatnoy şəhər Mənim üçün Radnoy şəhər Novxan saray ətəyində Qartalın göz bəbəyində yerləşən Mennoy şəhər Novxan saray ətəyində Qartalın göz bəbəyində yerləşən Mennoy şəhər Ay can, katej corat adın sanın Mikrorayonlardır canım Xəzərin kənarı Sumqayıt Heyran etmisən məni sən Eliyarın məskənisən Oğullar diyarı Sumqayıt Ay can, ey katej corat adın sanın Mikrorayonlardır canım Xəzərin kənarı Sumqayıt Heyran etmisən məni
sən, Vüqarın məskənisən, oğullar diyarı Sumqayıt. Kvartalın öz hörməti, Qasonsunun sədaqəti, Qurt dərəsinin bağları, Avdinyonlu uşaqları, Şəhərin şanı şöhrəti. Qurt dərəsinin bağları, Avdinyonlu uşaqları, Şəhərin şanı şöhrəti. Ay can, katış zorat alınsan, Miqrar ayonlardır canım, Xəzərin kənarı Sumqayıt. Heyran etmisən məni sən, Rüzgarın məskənisən, Oğullar diyarı Sumqayıt. Oğullar diyarı Sumqayıt. Axır 2020-ci ildə elə ki, mən hərbidə işlədiyim vaxtlarda oxumuşdum, orada tutmuşdum. Əslində mahnımızın sözü müəllifi Rüzgar Qədirov var. Herkes tanıyır o ifaçını, dostumuz. Rüzgar Qədirovdur, söz musiqi müəllif onundur. İlk ifaçısı da odur. Çok sağ olsun, pay vermişdir bizə, gözəl mahnıdır. İnşallah ki, yəqin ki, orada biz kanalımıza yerləşdiririz o mahnını. Amma eşidirsin. Mütləq. Sonra bizim Səyid Rüstəmovun bəstəsi də var da, Sumqayıt haqqında mahnımız. Canlanır hər qarış, Sumqayıtda, xaliqələr yaradır, Sumqayıtda. Sonra eləyər, sözlərini tərədən. Abi, unutmuşam başına. Mən bu dəqiqə özümü də unutmuşam. Sumqayıtda. Üzü düşəcək buradan İlk sola, dəfədir ki, belə vlogda iştirak edirəm. Yəni nə qüsurlarımız olarsa özürlü sayın. İnşallah. Buradan da bizi izləyən hər kəsə bolca salamlar deyirik. Sumqayıtımız da gözəldir, Azərbaycanımız da gözəldir. Mehdi Hüseynzadə adına futbol stadionu Sumqayıtın. Bəli. Biz qabaqdan dönürük ya. Qabaqdan dönüb qaydacaq. Bəli. Hüseynzadə adına futbol stadionu sol tərəf. Buralar həm də kvartal tərəf gedir da. Abdiyonlu kvartal sayılır. Bax bura. Kvartalın öz hörməti, orada mahnında da var. Rəzasının sədaqəti, Qurt dərəsinin bağları, Avdinyonlu uşaqları, Şəhərin şanı şöhrəti. Vay. Qurt dərəsinin bağları, Avdinyonlu uşaqları, Şəhərin şanı şöhrəti. Ay can, katej zorat adın sanın, Mikrorayonlardır canım, Xəzərin kənarı Sumqayıt. Xəzərin bağları Sumqayıt. Bura Xəzərin bağlarıdır. Düşürük Xəzərin kənarına bax. Xəzərin kənarı bura bizim Sumqayıtın bulvarıdır. Çox doğrudan çox gözəldir gəzməli yerdə. Çox sakitdir. Misal üçün bu tərəflərdə bizim Sumqayıt şəhər icra başçısı gözəl binalar inşa elətdirir. Hal-hazırda da sağ tərəfdə görəsiniz yeni binalardır. Parkı da yeni təmir yüksək səviyyədə. Çox gözəldir. Burada bizim bir dənə qabaqda da bir asan xidmətlər inşa olundu, yenidir. Əvvəl avtovağzal ərazisi yaxında bir yanı vardı. Hal-hazırda bulvarda da bir tikir. Niyə? Çünki burada yaşayış çox olduğuna görə insanların rahat sənədləşdirmə şəkillərini düşünür. Sənədləşdirməni eləmək üçün rahatlıqla evin yaxınlarında düşdülər. Nə lazımdır orada? Hoşum, Sumqayıtda iş gedir yüksək səviyyədə. Maşallah. Sumqayıtımız çox gözəlləşib. Son 5-10 ildə çox dəyişib. Çox dəyişilib, çox gözəlləşib. Yəni bax, asan xidmət hal-hazırda bax sol tərəfdə asan. Yox, bu dəqiqə bir sənət işimiz yoxdur. Ki hal-hazırda girək asan xidmət. Gözəl sənətimiz. Bəli. Sosial problemlərimizi sonra həll edəcəyik. Nəşə restoranlar var ha? Bu arada da Qardaşımıza deyəsən. Açdı, səhər yemək. Ona görə ancaq hara baxır restoran görür. Sürəti azaldırır. Başqadan ondan yana.
qabaqlarda bir köşkümüz olmalıdır. Yemin ederim. Köşkdən inanmır. Köşk. Velosipede alacağım. Bax buradan sağda görəsən, bax Göyərçin abidəsi Sumqayıtın ən məşhur yerdən. Mən də hər ehtimala çəkirəm. Göyərçin abidəsi. Biz inşallah çıxacağıq orada çəkiliş eləyəcəyik. Qabaqdan bir dənə yer var. Oradan çəkilişləri göstərəcəyik. İnşallah gedib oranın ətrafında çəkəcəyik Sumqayıt şəhidləri. Sumqayıtımızdan bizim şəhidlərimiz çox. Bax bu Muğam mərkəzimizdir. Gedib oranın ətrafında çəkəcəyik. Solda da dediyimiz kimi Sumqayıt bulvarda hələ qutarmıyıq da. Axıra kimi hələ bulvar görünməyə kimi uzun. Ya biz həm də şeydir. Bizden borsa. Görüş yerlərini həmişə belə restoranlarla. Bax görsüz, bax Sumqayıtın çək bura görsən giriş burada Sumqayıtda yazılır. Bir girişi bu hissədən. Novxanıdan gələndə bir giriş buradandır. Sumqayıt şəhidlər xiyabanı. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə səslər. Biz bugün Allahın sayəsində çox başımıza bütün dünyada belə fəxrlə gəzirik. Qalib Resulullah. Amin, Allah'ım sana rəhmət eləsin. Kafaya dediyim kimi bax burada əvvəl bir buz abidəsi idi. İndi abidəni dəyişiblər. Silahlı bir əskər abidəsi qoyublar. Solda da Xocalı abidəsi. Şəhidlər var. Teşekkür Sumqayıt şəhidlərindən ilə başqa Polat Həşimovun, cənab general-mayor Polat Həşimovun adını qeyd eləmək olar ki, Balkan leytenant Raqib Orduşevin adını qeyd eləmək olar ki, sonra Polkovnik Şanlı Şükurovun adını qeyd eləmək olar ki, Çağlı dostum Abbasov Zamin Xəqanoğlu. Biz Zaminlə bir yerdə böyümüşük. Son antiterror döyüşlərində şəhid oldu. Növbəti şəhidlər Daxili İşlər Nazirliyinin 4 nəfər. İkisi Daxili İşlər Nazirliyi, bunlar Sumqayıtın antiterror şəhidi. Sonra növbəti gəlir 2020-ci ilin şəhidləri. Bu döyüşlərdə çəkiliş zamanı. Çəkiliş döyüş Siracı tanıyıram. Sirac. Abişov Sirac. Şəhid olan əksəriyyəti mənim hərbisi yoldaşlarımdır, bəziləri iş yoldaşlarımdır. Mən özüm də bu orduya xidmət eləmişəm. 11 il 8 ay. Son illərdə son 2 il yarım, 3 ilə yaxın 2 təxris olmuşam. O qısımlar. Əksəriyyəti iş yoldaşlarımdır, Sumqayıtdan olan şəhidlərimiz. Allah'ım sana rəhmət eləsin. Çiğ-çiğnə işləmişik bir yerdə neçə illər. Onda Vüqar, sən hərbi xidmətdə olaraq həm də öz dostlarının dəfnində iştirak edirsən. Təbii ki. Orkestrda. Orkestrda, bəli. Mən bir hərbiçi kimi iştirak eləmişəm. Qəribə bir his olmalı. Çox mənim üçün çox çətindir. Yəni onu bilirsiniz, həm iş yoldaşım olub, həm də ki, yəni elə bir ki, tutaq ki, iş yoldaşım deyil. Yəni onsuz da o hissi hamımız yaşayırıq. Vüqar mahnıda qeyd edir. Abdiyon uşaqları elə Küfət Birləşmiş məhəllədə yaşayır. Abdiyon'da yaşayır. Allah qalanlara can sağlığı versin. Şəhidlərimizə də onlara da rəhmət. Amin. Biz hərbi hissədə işləyəndə orada səfərbərlikdən gələn hamısı cavan uşaqlar idi, mülküdəkilər, sonra təzə xidmətə qoşulan müddətli əsgərlər ki var idi. Onlar baxırdı ki, cavan uşaqlar hamısı. Biz nisbət onları 10 yaş, 2 yaş, 15 yaş aramızda baxırsan, bu təlim
keçən ərəfələri, 40 günü, 45 günü biz o uşaqlarla məşğul olduq, təlim keçməyə sınaqdıq. Necə rəftar eləməyi, hamısını orada təlimdə öyrədirdik. Sonra misal üçün o vaxtda o elə bir hissdir ki, gəlib buradakı o münasibətdə müsəhv olduğu uşaqları gəlib burada o dövlət illi şəhid olduğu halda böyle yaşamaq da ondan yəni çətin. Gözünün qabağında olan sonra vətənində şəhid çox dərin bir hissdə o adam ona sözlə ifadə eləmək olmuş. Bu kadrı sonra verəcəksən. Burada yayqış fərqi yox, hamı gəlir. Pəncərə gəlir. Bugün hava soyuq olduğuna görə gəlmişik də. Biraz havada sərin. Bilərlərlə çarəsizlik etmə. Gəl, buyur. Kafayı açmış o. Sonunda keçib də yəni. Müsünqatın haqqında Yəni ki, daşıqların səsini dəyişirik, yəni vəziyyət nədir? Deyirəm daşıqların səsini. gəlmiş yerdə burada söyləyim. Bu iydən də istəyirsən çox gözəl dadlı xəncər verirlər də. Sezonun son şeylərindən də Sezonu bağlayırlar. bağlayırıq da. Həqiqətən sezonu indi bağlayırıq ha. Kim bağlayır bilmirəm, amma ümumi biz sezonu indi bağlayırıq. Bizə də sezonun yeməyi ilə bağlayırlar xəncərlə. Fincər. 45-in xəncəri. Fincər də elə bir şeydir ki, hər evdə rahat pişən bir şeydir. Ona görə rahat çəkib göstərir. Çəkdim onu. Əladır, əladır. Gözəldir. Bax onu elə çəkmək lazım. Bütün karizmam bitdi. Elyarda yüngül biraz kompleks var ama əladır, hər şey gözəl. Ha, başlayın danışmağa. Gözəl. Çox gəldin ya. Göyərçin abidəsi. Allah memati kimi. Əvvəl burada hasar almamışdılar göyərçini, belə idi. Sonra bura işıqlar çəkdilər deyənə. Ola bilsin ki, ona görə hasar verirlər. Bu balacalar Göyərçinə qarşı gəlir ki, görsən uşaqlar çıxırlar, təhlükəsizlik təmin eləmək Bəli, bəli. hasar almıyor. Hər dərd unut keçsin, etsin səni tərk etsin. Dərd səndən uzaq olsun, düşmənlərinə getsin. Hər dərd unut keçsin, etsin səni tərk etsin. Dərd səndən uzaq olsun, düşmənlərinə getsin. Dünya iki günlükdür, iki günlük olan yüktür. Görəcəksən İsrail yaxana çöktü. Demə sevgi falan yoxdur, insana güman yoxdur. Belə şeylər üçün vaxtı zaman yoxdur. Dünya iki günlükdür, iki günlük olan yüktür. Görəcəksən İsrail yaxana çöktü. Demə sevgi falan yoxdur, insana güman yoxdur. Belə şeylər üçün vaxtı zaman yoxdur. Çox fikir eləmə dərin, olma bu qədər qəmgin. Hərdən sıxılırsansa bir hikməti var yəqin. Çox fikir eləmə dərin, olma bu qədər qəmgin. Hərdən sıxılırsansa bir hikməti var yəqin. Dünya iki günlükdür, iki günlük olan yüktür. Görəcəksən Əzrail yaxana çöktü. Demə sevgi falan yoxdur, insana güman yoxdur. Belə şeylər üçün vaxtı zaman yoxdur. Dünya iki günlükdür, iki günlük olan yüktür. Görəcəksən Əzrail yaxana çöktü. Demə sevgi falan yoxdur, insana güman yoxdur.
Belə şeylər üçün vaxtı zaman yoxdur. Belə şeylər üçün vaxtı zaman yoxdur. En məşhur balıq restoranlarından biri var Priçal. İndi də elə ki o restoran təzələdilər, indi də Priçaldan. Burası köhnə idi də ora Priçal. Balığa gəlirdik. Oradan elə ki balıqçılar tuturdu balığı. Gəzir orada qızardırdılar, yeyirdik. Hə. Balaca uşaq idim onda. Mən hardasa neçənci sinif oxuyurdum. Təxmini 99-2000-ci ildə hardasa 3-cü, 4-cü, 5-ci sinifdə gəlirdik bura. Bak düşeyim buradan. Mən də çox getmə. Çünkü yol da yok düşeyim. Olsun gözəl. Dənizin qırağına. Amma dəniz də çox çəkilir və şeylər. Ora qədər. Bak vardı bura gelmeye korkurduk. Yəni dəniz olmalı idi. Quruyub gəlib. Vaxtikən məsələn cəmaət bura suya girəndə bu daşlar ayağına dəyir. Hamısı yox. Belə indi də ayağımıza dəyir, su yoxdur. Hədə orada sulu dəyir. Açığı istəyərdik ki, Sumqayıtın məscidini çəkib göstərək. Ancaq bizə bu məscidin axundları dedilər ki, dini komitə icazə vermir. Daha doğrusu deyir ki, bizdən icazə almaq lazımdır məscidin içini çəkmək üçün. Ona görə də bizim məscid çəkilişimiz o qədər də istədiyimiz kimi alınmadı. Demək olar ki, alınmadı. Elə çölündən baxdıq, həyətində gəzdik və getdik başqa ünvana. İndi Vüqar bizi aparır Sumqayıtın ən hündür binasına. Ən hündür dediyimizdə yəni 70 mərtəbə filandır, 14 mərtəbəli binadır. Sumqayıtda yeganə binadır o 14 mərtəbə. Yeganə bina olub. Biz hal-hazırda hündür mərtəbəli binalar var, amma əvvəllər yeganə. Sumqayıtda bir dənə olub. Bir dənə o olub. 14 mərtəbə. Həm hündürlüyünə görə, həm də eninə görə. Hələ o genişdir. Sən tək qal. Bu hələdən özü bir 3 nəfərdir. Neçə qalxıq? 14. 14. Neçə nəfər abi? 630 kilogram. Ayo, bəs elə. 330 budur, bizdə elə 200 olur. Hamımız bilirlər. Görsən liftdə nə cür xidmət. Səxavət. Azad bir qürsün. 2004-06.16. Çəkil sizdən hə qardaş? Qardaşım çəkin, xahiş edirəm. Qapınızı bura şabatasına çıxarasın. Abi, beni çəkin. M üstə gəl, gö, bərabərdir sevgi, o vaxt uşağımız. 2004-06.16. Çıxmışıq ən hündür yerə. Bunu mənə başa salan görüm, bu nə deməkdir? Bura tarix muzeyidir. Sumqayıtın bütün tarixi məlumatları hamısı yığılır bura, burada var. Çoxdan var bu muzey? İllər. Mən misal üçün Sumqayıta belə deyim də, 97-98-ci illərdə Sumqayıta gələndən bu muzeyi mən bilirəm. Ondan illər qabaq, 2 il qabaqçıdan yaradılıb bilmirəm də. Yəqin ki, orada içəridə məlumatlar olar. Misal üçün orada da götürsən görərsən ki, Sumqayıtın əsas yerləri hamısı orada. Biz hal-hazırda da getdiyimiz yer, biz gedmişik Göyərçinə. Kimyası Mədəniyyət Sarayına da gedəcəyik inşallah. Orada bizim Sumqayıt, biz orada biraz sıxlıq olduğuna görə getməmişik, orada da gedib məlumat verəcəyik inşallah. Yaddan heçdən çıxmır. Oradan da çıxmır. 1941-45, bu da 2025. Olan da olsun. Biz 20 ilə olacaq 100 bilsək.
Bizə məlumat ver abidə ilə Bu bağlı. abidə deməli 44-45 abidəsi deyirlər də, yəni biz o 9 may qələbə günü deyilən bir o hissənin vaxtında olan o qələbə günü əsasında gəlib burada qeyd olunur. Deməli oradan parad başlayır dövlət günlərində. Parad başlayır qələbə qazanın əsası. Həmin gün amma 9 may qələbə günü qeyd olunur. İndi misal üçün biz daha təntənəli 8 noyabr günü havası. Artıq öz qələbəmiz olandan Artıq öz qələbəmiz olandan sonra öz qələbəmizi xüsusi qeyd edirik. Amma biz dəfələrlə o işlədiyim dövrlərdə dəfələrlə bura, dəfələrlə yox, hər il gəlmişik. Bu qabağın seçəndə orada göstərsin. EM parfümü yada salaq. EM parfümün bizim hər çəkilişdə iştirak edən, bizi gəzdiyimiz bölgələri tanış edən qonaqlara hədiyyələri olur və bu gün də hədiyyəli gəlmişik. Bir ətri verəcəyik Vüqara, Nə gözəl. bir ətri verəcəyik Eliyara. Təşəkkür Və ederim. istəyəcəyik ki, elə burada açasınız, Minnətdarıq. baxasınız Emin ətrinə, Parfümə öz Bir təşəkkürümüzü hədiyyəni- bildiririk. yerində baxmaq lazımdır. Təşəkkür edirik, çox sağ ol. Əgər səhv eləmirsə bu Emi Parfum'un Sumqayıtda da filialı var. Bəli, bəli. Sumqayıtda da filialı var burada. Minnətdarlar. Qablaşdırması da gözəldir. Bəli, bax bizim Bəli, burada bizim kanalın adı yazılıb buradan. Bizim kanaldan öz hədiyyə. Burada da EM Parfümün loqosu var. Gözəl, yüksək səviyyədə. Qoxusuna bax. Yerində. Abi təşəkkürlər. Əla. Dəyməz. Çox gözəl. Qoxladıq, çox gözəl. Emi Parfum, minnətdarıq. Çox sağ olun. Bəli, Hədiyyəyə bəli. görə. Biz istəyərdik hər gün çəkiliş olsun. Nə gözəl olar. Hər gün zəhmət olsun Sumqayıtda çəkiliş edək. Növbəti sponsorumuz, dəstəkçimiz RMB qrupdur. RMB qrup bizim dişlərimizi gözəlləşdirməklə məşğuldur. Dişlə bağlı kimin nə problemi oldu, RMB qrupa müraciət eləyə bilər. Vüqarda, Eliyarda o kollektivi yaxşı tanıyırlar. Gözəl. Bəli, bəli. Gözəl tanıyırlar və bizim dişimizlə bağlı problem çıxan kimi qaçırıq RMB qrupun üstünə. Mən şəxsən mən həqiqətən öz dişlərimi RMB qrupda düzəltdirmişəm. Vaxtı çatıb bir də gedəcəm yeni yanlarına. Salam, əziz izləyicilər və dostlar. Məqsədimiz stomatoloqlarımızın göstərmiş olacağı xidmətlərlə bağlı sizləri sevindirə biləcək kampaniyalar hazırlamaqdır. Ümid edirik ki, bu kampaniyaları mütəmadi olaraq sosial media vasitələri ilə sizə təqdim edərək sizin üçün faydalı ola biləcəyik. Əgər sizin də dişlərinizdə olan problemlərin ağrısız, rahat, nəticəli şəkildə həll olmasını istəyirsinizsə, o zaman bizi izləmədə qalın. Dağlar qar istəyən kimi ay gözəl, xəstələr istəyən kimi ay gözəl, bağlar bar istəyən kimi ay gözəl, yaman könlümə düşmüsən, düşmüsən. Şirin canımdan keçərəm ay gözəl, eşqimizə and içərəm ay gözəl, Allahıma and içərəm ay gözəl, yaman könlümə düşmüsən, düşmüsən. Könlümə düşmüsən, yaman düşmüsən. Könlümə düşmüsən, yaman düşmüsən. Ey məndən uzaq gəzən gözəl, yaman könlümə düşmüsən. Ürəyimi üzən gözəl, yaman könlümə düşmüsən. Ey yaman könlümə düşmüsən. Ay gözəl, dağlar var istəyən kimi ay gözəl, xəstələr istəyən kimi ay gözəl, yaman könlümə düşmüsən, düşmüsən. Ey dağlar
var qar istəyən kimi, ay gözəl. Dağlar var istəyən kimi, ay gözəl. Xəstənar istəyən kimi, ay gözəl. Yaman könlümə düşmüsən, düşmüsən. Könlümə düşmüsən, yaman düşmüsən. Könlümə düşmüsən, yaman düşmüsən. Bakıda doğulsam da doğum yerim, şəxsiyyət vəsiqəmdə Sumqayıt yazılıb. Açığı Sumqayıtda bizim çoxlu qohumlarımız yaşayır. Yəni mənim Sumqayıtla bağım o qədər də az deyil və bugünkü gəzinti də mənim üçün xoş oldu. Bundan qabaqki gəzintilər kimi mən bu layihəyə gəzintidən çox insan tanımaq cəhətdən yanaşıram. Fikirləşirəm ki, hər gəzintidə biz insan qazanırıq. Bugün Vüqarla Eliyarı qazandım. İnşallah ki, bizim dostluğumuz, münasibətlərimiz davamlı olar. Onlara təşəkkür edirəm bir də ki, bizi gəzdirdilər. Biz hardasa təxmini 6-7 saat onlarla birlikdə Sumqayıtı gəzdik. Bilmirəm indi sizin ürəyinizcə oldu, olmadı. Hər halda biz bunu sizin şərhlərinizdən, bəyənmələrinizdən biləcəyik. Əgər hansısa qüsurlarımız varsa, ona görə də üzürlü sayın. Minnətdaram izlədiyinizə görə.